Salam dostlar, bu videoda CLI modlarına aid olan sualların 3-cü hissəsini izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Bu sual bizdən soruşur ki, user modda olarkən Cisco cihazlarını konfigurasiya etmək mümkündürmü? Doğru cavab B variantı, xeyr. User modda yalnız monitoring və yoxlama komandalarından istifadə etmək olur. Bu modda konfigurasiya etmək mümkün deyil. Keçək növbəti suala. 2 nömrəli sual. Enable və ya digər adı ilə privilege moda keçmək üçün hansı komanda istifadə edilir? Doğru cavab C variantı, enable komandası. Enable komandası user moddan enable moda keçməyə imkan verir. Keçək növbəti suala. 3 nömrəli sual. Enable moddan user moda qayıtmaq üçün hansı komanda istifadə edilir? Doğru cavab A variantı, disable komandası. Disable komandası enable moddan user moda qayıtmağa imkan verir. Keçək növbəti suala. 4 nömrəli sual. Hansı prompt global configuration modda olduğumuzu bildirir? Doğru cavab C variantı. Config promptu global configuration modda olduğumuzu bildirir. Keçək növbəti suala. 5 nömrəli sual. Console line configuration moduna daxil olmaq üçün hansı komanda istifadə edilir? Doğru cavab B variantı. Line console 0. Line console 0 komandası console line configuration moduna daxil olmağa imkan verir. Bu modda konsol bağlantısı ilə bağlı parametrlər konfigurasiya olunur. Keçək növbəti suala. 6 nömrəli sual. Hansı prompt line configuration modunda olduğumuzu bildirir? Doğru cavab C variantı. Config line promptu line configuration modunda olduğumuzu bildirir. Bu modda console, aux və Wi-Fi bağlantı parametrləri konfigurasiya edilir. Keçək növbəti suala. 7 nömrəli sual. Wi-Fi parametrlərini konfigurasiya etmək üçün hansı komanda istifadə edilir? Bu sual bizdən SSH və telnetə aid parametrləri konfigurasiya edəcəyimiz komandanı soruşur. Doğru cavab B variantı. Line Wi-Fi 04. Line Wi-Fi 04 komandası ilə Wi-Fi line konfigurasiya moduna daxil olunur. Bu modda uzaqdan bağlantı üçün istifadə olunan telnet və SSH parametrləri konfigurasiya edilir. Keçək növbəti suala. 8 nömrəli sual. Interface configuration modu hansı məqsəd üçün istifadə olunur? Doğru cavab B variantı. Seçilmiş şəbəkə interfeysini tənzimləmək üçün. Interface configuration modu seçilmiş bir interfeysin parametrlərini konfigurasiya etmək üçün istifadə olunur. Bu modda IP adres, description, speed, duplex və interfeysin administrativ vəziyyəti kimi parametrlər tənzimlənir. Administrativ vəziyyət dedikdə, interfeysin administrator tərəfindən shutdown və no shutdown komandası ilə deaktiv və aktiv edilməsi nəzərdə tutulur. Keçək növbəti suala. Doqquz nömrəli sual. VLAN configuration moduna hansı moddan daxil olmaq mümkündür? Doğru cavab C variantı. Global configuration moddan. VLAN configuration moduna global configuration modda VLAN və VLAN aidi olan komandanı yazmaqla daxil olmaq olar. Keçək növbəti suala. 10 nömrəli sual. VLAN configuration modundan çıxaraq global configuration moda qayıtmaq üçün hansı komanda istifadə edilir? Doğru cavab C variantı, exit komandası. Exit komandası VLAN configuration moddan çıxaraq bir səviyyə geriyə qayıdır. Yəni ki, global configuration moda qayıdır. Keçək növbəti suala. 11 nömrəli sual. Router configuration mod hansı məqsəd üçün istifadə olunur? Doğru cavab B variantı. Routing protokollarını konfigurasiya etmək üçün. Router configuration mod, RIP, OSPF, YARCARP və BGP kimi dinamik routing protokollarını
konfiqurasiya etmək üçün istifadə olunur. Keçək növbəti suala. 12 nömrəli sual. Aşağıdakı komandalardan hansını user modda istifadə etmək mümkün deyil? Doğru cavab D variantı. Configure terminal. Global configuration moda keçmək üçün istifadə olunan configure terminal komandası yalnız enable modda mövcuddur. Keçək növbəti suala. 13 nömrəli sual. Vulan configuration moddan birbaşa enable moda qayıtmaq üçün hansı komanda istifadə olunur? Doğru cavab C variantı. End komandası. End komandası bütün konfigurasiya modlarından çıxaraq birbaşa enable moda qayıdır. Bunu klaviaturadan Ctrl-Z qısa yolu ilə də edə bilərsiniz. Keçək növbəti suala. 14 nömrəli sual. Aşağıdakı routing protokolu komandalarından hansı router configuration moda daxil olmağa imkan verir? Doğru cavab D variantı. Yuxarıdakı variantların hamısı doğrudur. Bu komandaların hamısı router configuration moda daxil olmağa imkan verir və hər biri fərqli routing protokolunu konfigurasiya etmək üçün istifadə olunur. CLI modlarına aid olan sualları izah etməyə çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Əgər video sizin üçün faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.